Değerli mənim qoç bürclərim, hər birinizi xoş gördük. Mən bugün Saturn haqqında danışacağım. Saturnun bizim həyatımıza gəlişindən, mayın 25-dən 26-sından Saturn həyatımıza gəlir və 3 il sonra həyatımızdan gedəcək. Və 3 ildən sonra da bizi mükafatlandırıb gedəcək. Saturn bir ata deməkdir. Ata kimi olmalıdır. Yəni bu nə anlama gəlir? Həyatımıza gələcək, pisləri həyatımızdan çıxaracaq, lazımsızları həyatımızdan çıxaracaq və yaxşılar qalacaq. Bu dostların içində də olacaq, dostlar çevrəsində də olacaq. Bu həyat yoldaşlarımızda da ola bilər. Məsələn, kimisə həyat yoldaşı narsistdir, narkomandır və yaxud alkaşdır. Bunlardan ayrılacaqlar və təbii ki də ayrılmalıdırlar. Və lazımsız insanlar həyatımızdan çıxacaq. Lazımsız əşyalar bizdən gedəcək. Lazımsız məlumatlara baş qoşmayacaq. Yəni bu kimi. Və dəyərli qoç bürcləri. Demək ki, 25-26-sı Saturn həyatımıza gəlir. Artıq o Saturn artıq özünü göstərməyə başlayıb. Çünki Saturn çox ləngdir, yavaş-yavaş. Bu proses 3 il gedir. Və Saturn sentyabrın 2-sinə qədər bizdə nələri yaradacaq? Tanışlıqlar. Kimsə bizi tanış edəcək. Məsələn, bir işdə, kollektivdə bizi tanış edə bilərlər. Eyni məsləkdə olan adamlarla. Məsələn, biri həkimdirsə, o da həkimdir. Məsələn üçün, siz rəssamsınızsa, rəssam yoldaşdır, o da. Və yaxud eyni, müəllimdirsə, müəllimlə. Bunlar da ola bilər. Və yaxud da ki, kimsə öz yaxını ilə, qohumu ilə və ya deyəcək ki, mənim qonşumdur, tanıdığım biridir. Elə bilsə zaman durur. Və bu münasibətlər çox uzun müddətli olacaq, çox. Yəni, ümumiyyətcə, sizə bu çox əlverişlidir. Və bilirsiniz də, qoçlardan çox boşanan yoxdur. Qoçların da negativ kod 666 olduğuna görə və bu normal haldır. Kimlər ki, kodunu